Kənan Novruzovu dinlədik, dəyərli qonaqlar, hörmətli münsiflər heyəti. Səkinə xanım, buyurun, sizi dinləyək. Kənan oxumağı mənə o belə qədimi ustad xanəndələr var, onları xatırlatdı həqiqətən. Biz hər zaman deyirik də ki, klasik ifaçılıq üslubu. Əslində bizim hər birimizin burada əyləşən mənim münsif dostlarım, sənətkarlarımız, bizim işimiz bu müsabiqədə birinci ondan ibarətdir ki, həmin o yolu qoruyub saxlamaq. Bax, sən bugün həmin o yolla ifa elədin. Ona görə də mən elə bu başdan sənə 9... Ay, nə gözəl, 9 bal. Təbrik edirəm. Sərdar mənim, buyurun. Sizi eşidək. Kənanı dinlədikcə ürəyim sevinirdi. Doğrudan da Səkinə xanım düz dedi. Qədim ifaçılarımızın sanki əks sədası gəldi onun səsindən. Həm səsi gözəldir, həm boğazında xırdalıqları, zəngölələri və ağayanı ifası. O bizim qədim ustadların ifasını xatırlatdı. Çox sadə görkəmlə ancaq belə mükəmməl səviyyədə. Ona görə çox danışmaq da olar. Yəni, ancaq sənə uğurlar arzulayıram. Hələ necə belə uğurlu başladın, çalış sona qədər biz sənin ancaq uğurlarından danışaq. Səni təbrik edirəm. Birinci bugün ən yüksək qiyməti göstərdiniz. Aynı gözəl. 9 balla qiymətləndirdiniz. Nəzakət xanım, buyurun, eşidirik sizi. Nəzakət xanım da biraz yuxarıdan zəhmət olunsa hər kəs görə bilsin. 9 bal, təşəkkür edirik. Vamiq mənim, buyurun. Yaxşı ifa idi. Yəni ki, köhnə klassik qaydada oxudu. Mənim yadıma nə düşdü? Köhnə bizim Ay Çiçək mahnısının ilk ifaçısı Ramiz Hacıyev. Çox gözəl oxuyub onu. Allah rəhmət eləsin. Yaxşı oxudu. Mən də onu nəzərə alaq. Yaxşı ifaya görə 9 qiymət. Təşəkkür edirik. Çox sağ olun. Mələk xanım, buyurun, sizi də dinləyək. Bəli, mən təbrik edirəm Kənanı. Həqiqətən əsl xanəndə səsidir. Mən də 9 bal verəcəm. Mələk xanımdan da 9 bal gəldi. İlqar bəy, buyurun, sizi dinləyək.
İlqar bəydən də 9 bal və Mənsun bəydən 9 bal. Bugün nə gözəl hər kəsə çox yüksək ballarla qiymətləndirirsiniz. 63 oldu yenə də. Təşəkkür edirik və sizi gözləmə otağına yollayırıq.